Hə, qulaq as. Bax bir növbəti bir məsələ, bax səndə bir dənə məsələ bu kədər məsələsi, cəsarət məsələsi mənim çox xoşuma gəldi. O tema çox maraqlıdır. Yəni hətta onun haqqında bir ayrıca bir danışarıq mütləq. Çünki o elə bir mövzudur ki, çox ki o kədər bədəndən başqa necə çıxarda bilərik? Çünki hopur bədənə qalır və sən bunu özündən daşısan şişirsən. Kədərlənirsən. Qalır bədəndə. Və yaxud da bu əsəbi qorxu necə dəyişmək lazımdır. Ümumiyyətlə düşüncədəki hüceyrələri düşüncələri dəyişməsən, bütün bədən yenə də eyni şeyə fırlanır. İnsanlar niyə döngünü yaşayır? Niyə eyni şeyləri təkrar yaşayır? Bir almalı olduğu dərs var, başa düşmür ki, mən nə dərsi başa düşməliyəm, nə etməliyəm? Digəri də ki, yəni sadəcə olaraq özünü dəyişmir. İnsanlar dəyişmək istəmir. Bax sənə bir plakat göstərim. Bu bizim professional Patokdan olan bir plakatımızdır. İlk dəfə olaraq bu arada mən bunu göstərirəm və hətta məndən kozluq keçənlər belə bunu Azərbaycan dilində görməyiblər. Tərcüməsini yeni bitirmişəm. Biz bilirik ki, eksklüziv bəli ilk dəfə burada insanların hərəkətlərinə Pareto prinsipi əksi tapır həmişə. 20%-in 80%-ə prinsip var. Yəni biz Paretonu belə anlayırıq ki, mənim 20% işlərim mənə 80% qazanc gətirir. 80% işlərim mənə 20% qazanc gətirir. Total olaraq Paretonu biz hamımız belə anladıq. Bəli. Doğrumu? Südsay biraz bunu daha fərqləndirdi. Daha dəyişdi. Və deyir ki, Südsaya görə, baxın, 80% uğurlu olmayan insanlar var. Hansı ki, bunlar uğurlu deyil. Uğurlu olmaq istəyirlər. Misal üçün, 10% enerjisi qalan adamlar var, hansı ki, 90% enerji itirirlər. Bu adamlar uğursuz insanlar sayılır. Bu adamlar davamlı hər kəsi qınayan, hər kəsi narazı gəzən, dövlətdən narazı olan, evliliklərindən narazı olan, işindən narazı olan 90% enerjisini itirir və əgər pul enerjidirsə, yəni enerji bərabərdir pul, doğrumu? O zaman insan qazanırsa 1000 manat, 900 manatı gedir. Durduğu yerə boş şeylərin üstündə. Durduğu yerə evdə, mən misal üçün real case'lər olub, mən bir dəfə danışmışdım bunu. Real olub ki, adamın evin su basıb. Evin remontuna pul lazımdır axı təzədən. Maşın dayanıb, nəsə təkərdə nəsə olub. Enerji itirir bu adamlar. Deyək ki, adam qınamır artıq. 20%-li təbəqəyə qalxdı, qınamır, amma keçiblər müzakirəyə, qeybətə. Yenə 80% enerji itirirlər. Yenə 80% enerji itirirlər. İnsan xüsusiyyəti də. Deyək ki, bu eləmək istəyirəm. Amma belədir. Niyə haqsızlıq var? Doğru mu? Haqsızlıq olaraq mı qələmə versən ki, niyə belə? Yaradılış qanunları var. Yaradılış qanunlarına görə isə belədir. Və növbəti şey 30%-dir. Bu adamlar artıq qınamır. Bu adamlar qeybət də eləmirlər, amma yenə də 13% uğurlu insanların içində deyirlər. 13% biznesmenlərdir, analitiklərdir, cüdə analiz edib biznes qruplar artıq 4 dənə evləri var, 5 dənə maşınları var və yaxud da 2 dənə evləri var. Yəni maddiyyatda problem yoxdur, amma yenə xoşbəxt deyirlər. Bax, Südsay koçluq, yəni mənim keçdiyim koçluq nə öyrədir? Birinci növbədə adam bu 10%-dən necə çıxıb qalxsın 30-a, sonra 13%-ə necə keçə bilər onu öyrədir. 13%də olan adama öyrədir ki, necə 2%-ə keçsin. Yəni pulu var, hər şey var. Necə xoşbəxt olsun, necə daha uğurlu olsun. Buranı adlaya bilmir. Çünki 13%-dən baxın, axın yazılıb. Geri axır insanlar. Mənim real case'lərimdə olub ki, insan ağıl proqramında gedir. Şuur sayı 5, missiya 1-dir. Davamlı olan ağıl proqramında 280 milyonu var. Əmlakçı falan, yəni bizdə masterlərdən də biri. Masterlərin deyil, masterlərin konsultasiya elədiyi bir adamdır. Sonra gəlib oxuyub eləyib, o da master oldu. 280 milyonu var. Birinci çox da belə dırnaq arası baxır bu şeylərə. Günün birində 280 milyondan sıfırlanır, gəlir 10 milyona düşür. 270 milyon getdi. Düzdür, adam özünə heç nə qəsd eləmir. Belə baxanda 10 milyonda 10 milyondur yəni. Amma yenə də 270 milyonun qarşısında 10 milyon yəni belə baxanda. Getdi hər şey. Yəni o adam üçün getdi. Niyə sıfırlanma? Qayıtdı təzədən 80%-in içinə. Demək ki, ağıl proqramında hərəkət eləyirdi, yaradılış qanunlarına görə nə isə düzələmirdi. Bax, bu uğurun və xoşbəxtliyin formuludur. Baba, digərdir. 2%, 2% və 3%-ə keçiddir. Bəs buradan çıxmaq üçün insanın egosu çox nazik olmalıdır. Tez-tez insan egosunu qırmağı öyrənməlidir. Amma bizim insanların egosu çox qalındır. Bizim ümumiyyətlə dünya damıdır. Mən deyirəm ki, mən deyənlərdir və mən deyən kimi olmalıdır.
Həmişə biz deyirik ki, mən deyən kimi olsun. Doğum tarixində 5 olmayan adamların 1-9 xətti sayılır. Dominant egosentrizm xəttidir. Mən istəyirəm ki, hər şey mən istəyən kimi olsun. Niyə? Hardan çıxardırsan bunu? Niyə belə olmalıdır ümumiyyətlə? Və bunu orada da inanclar girir. İnanclar üst-üstə oturur. Bizə ADN işi təsir edir. Bu inanclar bütün veriliş inancların üstündə gedir. Yəni neçənci verilişlərdə bizdə. Yəni bundan da savayı bir də doğulmuş inanclarımız var. Doğuşdan gələn inanclar var. Doğuşdan gələn. Sənə görə doğuşdan gələn inanc ədalət prinsipi var. Hardan götürmüsən bunu? Sənə görə doğuşdan gələn inanc haqq prinsipi var. Sənə qarşı kimsə haqsızlıq eləyəndə sənin bu prinsiplərin işə düşür. Mənə görə doğuşdan gələn bir inanc sevgi var. Bu elə bir instinktiv oturur o. Doğuşda genlə gəlir də. Çünki tarix də təsir eləyir axı, bir də burada önəmli məsələ var. Yazılan tarix bizim necə olduğumuzu göstərir. Əgər bu tarixdə doğulmuşuqsa, biz necəysə bu tarix onu göstərir. Və master onu oxuyur və sənin olan problemə daha kəsə yolla gedir, onu həll eləyir.